Cases of nouns 53-cü sualdan davam edirik. Choose the sentence with the correct form of the possessive case of nouns. Yəni ismin yenə də yəlik halının olduğu cümləni tapmalıyıq. Uşaqlar dedik ki, apostrof s-dən sonra got gəlibsə, bu yəlik hal deyil. It is, izdən burada very gəlibsə, apostrof s-dən sonra yəlik hal deyil. The articles very, yenə də very gəlib, yəlik hal deyil. Buradakı da is goingdir. Yesterday's documents, dünənin sənədləri yəlik haldır. 54-də yenə də yəlik halı seçməliyik. Going gəlibsə, demək buradakı is imiş, is going. İndiki davam edici zaman. That is, apostrof s-dən sonra article'ın gəlməsi yəlik hal deyil. Bu have-in qısaltmasıdır ki, biz bu formada yazırıq. I have watched. She apostrof s-dən sonra spent gəlib. Yəni bu spend fe'linin 3-cü formasıdır. Spent. Düzdürmü? 3-cü forması. Yəni buradakı da has'dir. Has spent. Selena's appearance, Selena'nın görüntüsü bu yəlik haldır. Jane's lost deyiriksə, uşaqlar burada yenə lose, lost. 3-cü forma fiil var. Demək buradakı has idi. Keçirik 55-ci suala. Uşaqlar women sözünü biz cəmləmirik. Bu variantlar elə buradan yanlışdır. Burada isə birində these women'dir, birində this. Burada this'dən sonra tək gəlməlidir. Yəni women olmalıdır. Amma burada women gəlib. Ona görə çıxırıq. Düzgün cavab olur B variantı. 56-cı suala baxırıq. Children sözü özü cəmdədir. Ona S birləşməz. Səhvdir. Yenə də səhvdir. Yenə də burada da həmin səhvdir. Bayaqki kimi this bu deməkdir. Bu sözündən sonra children yox, child sözü gələ bilər. Ona görə səhvdir. Düzgün cavab Y variantı. 57-ci suala baxırıq. Düzgün yəlik halının işləndiyi cümlələri seçəcəyik artıq. 3 dənə cümləni seçməliyik. Baxaq, harda səhvlər var. Mrs. Smith bir nəfərdir. Demək Jane'in və Tom'un anasıdır. Uşaqlar dedik ki, apostrof S-i hər iki sözə qoyuruqsa, onda hərəsinin öz anası var. Yəni bunlar bacı qardaş deyil. Bu olmalıydı analar. Yox, əgər ikisinin anası bir nəfərdirsə, Jane və Tom'un anası bir nəfərdirsə, onda Jane'ə qoymamalıydıq. Yəni birincini götürürük səhv olaraq. Bir olan variantlar çıxdı. Bax, başqa hansılar var? The students answering my question. Buna baxırıq, 5-ciyə baxdıq. Demək bu is answeringdir. Şagird cavablayır mənim sualımı. Burada yəlik hal yoxdur. 2, 3, 4 isə yəlik haldır. 58-ə baxırıq. Uşaqlar, demək yəlik hal olan cümlələri seçməliyik. The director's films were popular all over the world. Bu, bəli, yəlik haldır. I have ordered some flowers from the florists. Baxaq görək 3, 4, 5 dənədir. Demək, burada görürük ki, yəlik hal deyil, won'dur. Çünki win fe'linin won. 3-cü formasıdır. 3-cü formanın qabağında onda apostrof S buradakı has'dir. Yəni bu has'in qısaltmasıdır. Bunu çıxırıq variantlardan. The captains ordered to stop fighting. Burada has ordereddir. Çünki başqa bir feil yoxdur cümlədə. To stop məstərdir, feil deyil. Qabanda to varsa bu hərəkət bildirən söz artıq xəbəri deyil cümlənin. 4-ü də çıxırıq. Bu da yəlik hal deyil. 5-ə baxırıq. Bir dəqiqə 3-ü də çıxmışdıq. 1, 2, 5 düzgün cavabdır. 59-a baxırıq. Düzgün variantı seçin deyir. Uşaqlar 6 gün deyirəmsə, mən bunu cəmləməliydim. Səhvdir. 3 weeks deyirəmsə, cəmləməliydim. Səhvdir. Düzgün cavab 2, 4. 60-a baxırıq. Children sözünə dedik, S bitişməz. Baxan kimi görürük. A few-dan sonraki cəmdə olmalıydı. Olmaz. Yerdə qalır. 1, 4. Yoxlaya da bilərik. Demək, burada isə demək, baxırıq ki, this özündən sonra tək istəyir. Burada cəmləyib olmaz.
These özündən sonra cəm istəyir. Burada təkdə olmaz. These scientists invention düzdür. These scientists inventions düzdür. 1, 3, 61-də. 62-yə baxırıq. Possessive case, yəni yenə də yərik halı seçirik. Those özündən sonra bitişik s-lə cəm istəyir. Burada yoxdur. Zət özündən sonra cəm istəmir. Səhvdir. Cavab olur 1, 3. 63-ə baxırıq. Yəlik hal olan cümlələri yenə də tapmalıyıq. Uşaqlar, those reporters olmalıydı. Burada isə təkdədir. Çıxırıq. Zət deyir ki, məndən sonra cəm qoyma. Those'dan sonra bu formada ola bilər. 3-ü də çıxırıq. 1 ilə 2 düzdür. 63, 1, 2. 64-ə baxırıq. Açıq testlərdir. The smell of Pete's new perfume. We celebrated the new year at the White. Dedik ki, axı the White'da s bitişir. 2-ni çıxırıq. Next year's election. We have burada 10 minutes-də birləşməli idi. The fire has damaged all the property. Burada uşaqlar başqa cümlədə xəbər yoxdur deyə bu həzin qısaltmasıdır. Cavab olur 1, 3. 65-ə baxırıq. Shoemaker's duties. Children sözünə s bitişməz, səhvdir. The Wilsons bəli, ailəni bildirir. Two days-də birləşməli idi, səhvdir. Səhvdir. The sportsman's interview lasted olar. 1, 3, 4. 66-ya baxırıq. Postman sözü özü cəmdədir. Buna biz s bitişdirə bilmərik. Children sözdə də biz s bitişdirə bilmərik. Səhvdir. 3 months cəmdə olmalıydı. Cavab olur 3, 4. 67-yə baxırıq uşaqlar. 67-də tapaq səhvləri. Today is my daughter's first day. Uşaqlar, buradakı birincisi is olsa da mənim qızımın ilk günü, ikincisi yəlik haldır. I couldn't find Mr. Jack's. Mr. Jack bir nəfərdir, cəmdə ola bilməz. Yəni bu səhvdir. Michelle and Kate's engagement was very interesting. Uşaqlar, düzdür, çünki iki nəfərin nişanından söhbət gedir. Yəni sonuncuya apostrof qoymağımız düzdür. 30 minutes walk a day is good for healthy. Bunu da səhv götürürük. Düzgün cavab olur 2, 4. 68-ə baxırıq. Choose the correct sentence with the noun in the possessive case. Yərik hal olan cümləni 68-də seçməliyik. 1 dəqiqəlik sükut olar. Mənim oğlumun ilk ad günü olar. Burada s bitişməz. İkisinin düyünü ortaqdırsa, ortaq deyilsə cəmdə olmalıydı. Ortaqdırsa sonuncuda olmalıydı. Cavab olur 1, 2, 68-də. 69-a baxırıq. Yərik hallı seçməliyik. Yenə də əgər hərəsinin öz anası varsa, apostrof isə ayrı-ayrılıqda qoymuşuqsa, hərəsinin öz anası var. Yəni analar cəmdə olmalıydı. 69-da bir səhvdir. Bədən üzvləri ortaq olmur. Hərəsinin öz görük, yərik halı var və cəmdir. 2 nəfərdirlər deyə ayrı-ayrılıqda gözlər cəmdədir. 2 düzdür. Sister-in-law's jacket yərik halda düzdür. The Browns ailəni bildirir, evi düzdür. Buradakı isə həzdir deyə bunu götürmürük. Cavab olur 2, 3, 4. 70-ə baxırıq. Uşaqlar, demək, 5-ə baxırıq. The Clinton's apartment, bəli, ailədir, cəmdə olmalıdır. Fortunately, Jack's found, bu found sözü 3-cü formada olduğuna görə buradakı həzdir. 4-ü çıxırıq. Brother-in-law lost his document. Demək, buradakı da həzdir. Çünki yanında 3-cü formada olan fiil var. Ayaqları ayrı-ayrıdır. Jennifer'in öz ayağı var. Brad'in öz ayağı var. Ona görə də cəmdədir. Bədən üzvləri ortaq olmur. Yəni, bədən üzvləri ortaq götürmürük. 1-ə baxırıq. Jeremy and Tom's father bir də düzdür. Ortaqdır. Ataları bir nəfərdir. Jeremy və Thomas'ın atası bir nəfərdir deyə yəni eyni adamdır deyə cəmdə götürmürük. İkisinin atası bir nəfər. Eyni adamdır. Qızların geyimləri, burada apostrof sadəcə yetərli idi. Bir düzdür.
3 də düzdür. Uşaqların students timetable. Teacher sözü cəmdə sadəcə apostrof olmalı idi. Yəni buna ehtiyac yox idi. İnsanların seçimləri də 1, 3, 5. 72-yə baxırıq. Students papers, professors lectures, rooms. Buna ehtiyac yox idi. Demək, my sözünün bu cür cəmləməyə də ehtiyac yoxdur. 1, 2, 4. 73-ə baxırıq. Their uncle's house is very large. Habil is a clever boy. 2-ni çıxırıq. Kenan's father 3 düzdür. Has qotdur bu da. Cavab olur 1, 3. Choose a correct variant. Mark and Susan's father. Bu cəmdə olmalıydı. Əgər apostrof isə ayrı-ayrı qoyuramsa, onlar qardaş bacı deyil, yəni öz ataları var. Apostrof isə sonuncuya qoyub, yəni atalar bir nəfərdir ata sonunda. Bunu da qoya bilmərik. Cavab olur 1, 2. 75-ə baxırıq. Jenny's answer didn't surprise. Jenny'nin cavabı düzdür. Jane has answered olur burada 2-də. Çünki yanında 3-cü formada olan feil var. Mrs. Clinton's visit was unexpected. Bu düzdür. Mrs. Clinton visited. Burada artıq başqa bir xəbər yoxdur cümlədə. Bu xəbər deyil. Budur demək cümlənin xəbəri. Yəni yəlik hal deyil. Bu artıq cümlənin xəbəridir. Bax, eyni şey olsa da burada yəlik haldır, burada yox. Burada yəlik haldır çünki cümlədə ikinci bir xəbər var. Bu yəlik haldır. Amma burada ikinci bir xəbər yoxdur. Xəbər elə bunun özüdür. Bu birisi də onun həzidir. Keçirik yəlik hal yenə 76-da. Came's aim bir yəlik haldır. Has aimed olmaz. Answer, Collins answer. Bu da yəlik haldır. Has answered 4-ü çıxırıq. Demək olur 1, 3. 77-də yəlik halı seçin. Demək, yəlik halının düzgün işləndiyi formaları seçməliyik. 77-də hansı cümlələrdə düzgün işlənmişdir? Birə baxırıq. Two of my cousins live in the same street. Bu nə deməkdir ki? Two of my cousins live. Bu cümlənin xəbəri livedir. Bu yəlik halı deyil. Biri çıxırıq. 2-də 2 yəlik haldır. These engineers work. Bu mühəndislərin işi izdə xəbəridir. Bu da yəlik haldır. 2, 3 yəlik haldır. 4-də baxırıq. Demək, 4-də worked cümlənin xəbəridir. Demək, bu yəlik hal deyil. Spoiled cümlənin xəbəridirsə, bu yəlik hal deyil. Has'dir. Has spoiled sözüdür. Cavab olur 77-də 2. 78-ə. The sportsman's flight was cancelled. Düzdür. İdmançıların uçuşu ləğv olundu. Stableman sözünü uşaqlar S-lə cəmləyə bilmərik. Giz sözünü də bu cür cəmləyə bilmərik. 4 düzdür. Jill və Paul'un ayrı-ayrılıqda layihəsi varsa bu cəmdə olmalıydı. Cavab olur 1, 4. 79-a baxırıq. Tom's bike was in front of the house. Mr. Black's son and daughter studied abroad. Both Mark and Fred's hands were... Mark və Fred'in uşaqlar əlləri ortaq ola bilməz. Nick advised me. Burada haddir. Çünki cümlədə xəbər vəzifəsi onun üzərindədir. Cavab olur 1, 2. Ted's watch was on the table. Mr. Red's niece and nephew. Both Tom and Ben's eyes. Tom və Ben'in gözləri ortaq ola bilməz. Hərəsinin öz apostrofesi olmalıdır. Nick answered. Bu da has'dir. Çünki cümlənin xəbəridir. Cavab olur 1, 2. 81-ə baxırıq. Robert's passport was on the table. Robert'in sənədi. Yəlik aldı. Robert lost. Has lost. Bunu çıxırıq. Robert'in səsi. Bu da yəlik aldı. 1, 3. Is reading'dir. 4-ü çıxırıq. 82-yə baxırıq. Ted is making noise. Demək, bu olmadı. Is olmadı. Ted's making noise annoyed me. Artıq cümlənin xəbəri vardı ya, bu is deyil. Yəlik aldı. Ted's making noise. Ted'in səs salmağı. Bu oldu yəlik aldı. Annoyed. Narahat elədi hər kəsi. Bu yəlik al oldu. İndi ikinciyə baxırıq. Ted's making noise and annoying everybody. Burada artıq deyir ki, Ted səs salır və hamını qıcıqlandırır. Bu həzdir. Birincidəki yəlik aldı. Üzr istəyirəm, həzdir deyirəm. Ted is making noise and annoying everybody. Ted səs salır və hər kəsi narahat edir. İkincidəki yəlik al deyil, cümlənin xəbəridir.
Burada bax birincidə deyir ki, Tedin səs salmağı qıcıqlandırdı hər kəsi. Qıcıqlandırdıq cümlənin xəbəri oldu. Bu oldu yəlik hal. Birdəki oldu yəlik hal. Amma ikidəki Ted's making noise, bu Ted is making noise. Ted səs salır deyir. Ted qıcıqlandırır hər kəsi. Səs salır, qıcıqlandırır. Bu artıq yəlik hal olmur. Ted's published articles were cümlənin xəbəri var. Demək Tedin çap olunan məqalələri bu yəlik haldır. Yəni 1-3 yəlik haldır. İndi 4-ə baxırıq. Ted has published. Ted çap eləyibdi məqalələri. Burada çap etmək cümlənin xəbəri budur. Bu artıq yəlik hal ola bilməz. 83-də deməli Gəncə is famous for being Nizami Gəncəvi's birthplace. 83-də birincidə səhv yoxdur. What is that in reception? 2 səhvdir. 3-də səhvdir. 4-də baxırıq. The company's best designers yəlik halda düzdür. Kate is living. Burada is living'də, amma ikinci tərəfdə yəlik hal var. Düzdür. 1, 4, 5. 83-də 1, 4, 5. 84-də baxırıq. Yenə yəlik hal olan cümlələri seçməliyik. Burada it is forbidden qadağan olunubdur. 1 Səməd Vurğunun doğum yeri 1 düzdür. 3-də the party's important decisions. Partinin vacib qərarları yəlik halda düzdür. 1 düz, 3 düz. Mr. Brown'un gəlişi 4 düz. 5-in demək səhvdir, yəlik hal deyil. Keçirik 85-ə. 85-də yenə yəlik halın düzgün işləndiyi cümlələri axtarırıq. Weeks demirik uşaqlar, biz weeks demək olmaz, çünki bir həftələr demirik, yəlik hal deyil. 2-də valideynlərin davranışı yəlik haldır. 3-də bu ölkənin əhalisi yəlik haldır. 3 months deyirsə cəmdə olmalıydı, yəlik hal deyil. 2, 3 düzgün cavabdır. 2, 3. 86-ya baxaq. Demək 86-da child sözü bu cürə cəmlənməz, men cəmlənməz, deyə sözü təki cəmi eyni olanlar da cəmlənməz. Cavab olur 86-da 1, 5. 87-yə baxırıq. Səhv olanları tapaq. Ailəni bildirir 4-də. Görürük ki, yəlik hal deyil. Men sözü cəmlənməz. Düzgün cavab 1, 2, 3. 88-ə baxırıq. Demək, children sözü və women sözü cəmlənmir. Cavab olur 3, 4. 89-a baxırıq. Yenə 2 deyirəmsə cəmdə olmalıydı. 2 years. Sportsman sözü özü cəmdədir. S-lə cəmlənməz. Cavab olur 3, 4. 90-cı suala baxırıq. 90-cı sualda is going-dir. Everything's going to be good. Is going to be good. 2 səhvdir. 3-ə baxırıq. Deməli 90-da 1. I couldn't find that trim in chemist shop 1 düzdür. 3. Qadının gülüşü yəlik haldır. 4. Annanın dərsi yəlik haldır. Yəni 1, 3, 4 yəlik haldır. 5-ə baxırıq. The snow has damaged. Demək, qar zərər veribdir. Məhsulu məhv edibdir. Yəlik hal deyil. 91-ə baxırıq. Yəlik haldır. Çünki burada da cümlənin xəbəri var. Demək, birinci olan yəlik hal imiş. It is interesting-dir. Bu yəlik hal deyil. Yəlik hal sayılmır. 3 yəlik haldır. 4 də yəlik haldır. Ən problemi. 5-ə baxırıq. Demək 1, 3, 4 yəlik haldır. 5-də the global warming's affected. Burada artıq affected cümlənin xəbəri olduğuna görə bu yəlik hal deyil. 92. Creativity had gəlib. Uşaqlar, bu has haddir. Yəlik hal deyil. 92-də 3 yəlik hal deyil. Daha doğrusu 2 yəlik hal deyil. Animals demək birincidə the earth significance, yer kürəsinin əhəmiyyətli mənbələri, significant sources of energy, enerji mənbələri yəlik haldır.
3-dəki yəlik halda qısa formada verilibdir. 4-ə baxırıq. Iron was one of the best tools for civilizations to protect them from the animal attack. Belə yəlik hal olmur. Bunu çıxırıq. 1, 3. 93-ə baxırıq. Every human being's success depends on him. Deməli, bu 93-də 1-də yəlik halda, 2-də artikel gəlib, yəlik hal deyil, bin gəlib, yəlik hal deyil. Cavab olur 1, 4. 94-ə baxırıq. 94 və 95-ə. 94-ə baxırıq. Birincidə money sözündən sonra not gəlib. Bu yəlik hal deyil. 2-də yəlik halda, 3-də this deyirəmsə children olmalı idi. Yəlik hal deyil. Cavab olur 2, 4. 95-ə baxırıq. Deməli, 95-də bu özü cəmdədir deyə buradakı S-ə ehtiyac yox idi. Yəni səhvdir. 2-də də demək, bunun adıdırsa apostrof S olur. Charles'dırsa adı bu formada olur yenə. Deməli, 2 də səhv olur onda. Qalır 1, 3.